Ağdam gedenden sonra çokları fikirleşmeliydi bu mesele hakkında. Bəli, gelin açık danışayım. Ne için Ağdam gitti? Ne için Kəlbəcər gitti? Eləcə də 14-15 may ərəfələrində hakimiyyət uğrunda gedən vuruşlarda, Bakıda gedən vuruşlarda Şuşa Laçın getdiyi kimi Kəlbəcər, Ağdamda yenə də hakimiyyət uğrunda gedən döyüşlərlə müşayiət olunur. Bəs bugün bu Bakıda gedən vəzifə uğrunda qanlı toqquşmalar nəticəsində Azərbaycanın hansı rayonları əldən gedəcək? Bu sualı özümüzə veririkmi? Əgər veririksə bugün gəlin onda dayandırayım bunların hamısını. Bəli, biz Bakıya mütizəsinə baxmayayım. Bakıya bugün diktə eləməliyik ki, siz dayanmalısınız. Əli Nasır'ın çox yaxşı bir sözü var. Həmişə deyir. Deyir ki, Bakı şəhəri məhkəmə zalıdır. Bunun böyük fəlsəfi mənası var. Haradasa kimlərsə qırılır, haradasa nələrsə itiririk. Bakıda ancaq müzakirələr gedir. Bakıda ancaq günahkarlar axtarırlar. Müxtəlif komissiyalar yaradırlar və komissiyalarla xalqın başını alladırlar. Əgər Bakı şəhəri həqiqətən bu ölkənin paytaxtı funksiyasını üzərində saxlayırsa, cəmaatı da xalqın ən baş biləni özünü sayırsa və ciddi fikirləşsin. Azərbaycan əldən gedəndən sonra Bakı heç kəsə lazım deyil. İndi bəzi beynəlxalq məsələlərə baxayım. Hansı proses gedir? Ondan qabaq yenə də bəzi məsələlər yadıma düşdü, qoy deyim. Ağdam ermənilər tərəfindən qarat olunmur. Mənim aldığım tam məlumata görə Ağdamı qarat eləyən bizim hansısa etibar elədiyimiz bir qadın. Və bugün Ağdam cəmaatı Sumqayıtda, Bakıda toplaşaraq qəti formada kimlərə qarşı qüvvə toplamağa başlayır. İntiqam hissi ilə yaşayır, ancaq çox təəssüf ki, həmin intiqam hissi ermənilərə yönəlmir. O intiqam hissi elə istiqamata yönəlib ki, bu növbəti qardaş qırğını deməkdir. Yüksək dairələrdə isə elə bil bunu görmürlər, sükutla dözürlər. Mən, əgər hadisələr bu formada cəryan edərsə, bəli, Gəncə hadisələrinin Bakıya və digər rayonlara keçə biləcəyi təhlükəsini görürəm və ondan çox qorxuram. Bütün bu proseslər, özünüz də hiss eləmişsiniz bu 5 ilin içərisində, əvvəl kiçik kəndlərin, sonra şəhərlərin, rayonların getməsiyle müşayiət olunduğu kimi, yenə də haradasa rayonları itirəcəyik. Bəs hansı proses gedir? Dünya buna necə baxır? Mən televizorda gedən müxtəlif şoulara baxa-baxa fikirləşirəm. Görəsəm, xalqın böyük oğlu və xilaskarı rolunu çiyninə götürən adamlar gedən beynəlxalq prosesləri Azərbaycan ətrafında görə bilmirlərmi? Və yaxud niyə görmək istəmirlər? Bəli, Azərbaycanın talihi həll olunub. Özdə çox ağır formada həll olunub. Azərbaycana bu yaxınlarda qaliblər öz bütün tələblərin diktə eləməyə başlayacaqlar. Onlara diktə eləyəcəklər ki, Azərbaycan gələcək talihi necə olmalıdır? Məgər bunu anlamaq, qavramaq bu qədər çətindirmi? Məgər biz hiss eləmirik ki, Əbülfəz Elçibəyi haradasa istəməklərinə görə peşəkar tankistlər göndərirlər və tanklarla Kəlbəcər tutulur. Məgər biz hiss eləyə bilmirik ki, bugünkü iqtidarı haradasa istəmədiklərinə görə Ağdam əldən gedir. Və bizi belə bir qorxu narahat eləməməlidirmi? Füzuli boş olduğu halda ermənilər oraya girmirlər, niyə girmirlər? Ancaq
Qarabağın şimal hissəsində döyüşlər günü-gündən şiddətlənməyə başlayır. Hardasa hansısa qüvvələr əhalinin daha sıx yerini axtarmağa çalışırlar ki, köçkünlərin sayın və miqdarını artırsınlar, Bakı axını gücləndirsinlər. Nə üçün görəsən? Belə çıxır ki, biz nə qədər desəyək də Azərbaycanı çox istəyirik. Azərbaycanı dağılmaya qoymarıq. Azərbaycanın mənafeyi, Azərbaycan gələcəyin biz sizinlə birlikdə özümüzün bilavasitə passivliyi ilə ifadə üçün üzr istəyirəm. Kimlərinsə əlinə vermişik. Kimlərinsə ixtiyarına vermişik. Heç kəs deyə bilməz ki, bu günlərdə Respublikada tam sabitliyi var. Respublikanın sabitliyi onun mərkəzində gedən proseslərlə müəyyənləşdirilir. Bakıda gedən prosesləri mən burada açıqladım, hansı formada qurulduğunu özünüz də görürsünüz. Şiddətli, özdə ağır döyüşlər Ağdam ətrafında yox. Bugün Bakıda Ağ, Boz, nə bilim, Cəhrai sarayların ətrafında gedir. Bəli, ermənilər Dağlıq Qarabağda artıq qələbə çalırlar. Ordumuzun mənəvi psixoloji hazırlığı bugün elə səviyyədədir ki, onunla döyüşə girmək tamamilə qeyri-mümkün. Bu ağır haldır. Lakin hamımız bunu etiraf eləməliyik. Bu ağırlığın hansı dərəcədə təhlükəli olduğunu görməliyik. Ordu yaratmaq üçünsə bizə aylarla vaxt lazımdır. Hansı ki çoxları bugün başı pozub, dağınıq dəstələrdən ibarət olan orduya öz övladını vermək istəmir. Və yaxud da ki, sual qoyur ortalığa. Nə üçün və kimin xatirinə dünyada ən əziz neymət olan insan canı qurban verilsin? Nə qədər ki, nə üçünü və kimin üçün sualına cavab tapa bilmiriksə, deməli, Azərbaycanda müdafiə qüdrətindən söhbət edəmək çox ağır bir problem olacaq. Mən elə hesab edirəm, Azərbaycanın gələcək taleyində bundan qabaqki iqtidarın bilavasitə ciddi cəhdi ilə artıq federal strukturların yaradılması barədə ciddi düşünməyə səbəb olan proseslər baş verib və bugün onu görmək lazımdır. Bugün onu yaşamaq lazımdır. Necə ola bilir Naxçıvan Muxtar Respublikası olur? Naxçıvan Muxtar Respublikasının ərazisində Havzava vətəndaşı, Talış balası şəhid ola bilir, ancaq Qarabağ ətrafında Naxçıvandan bir nəfər adam da döyüşür. Bilirsiniz, mən heç bir bölgəyə qısqanclıqla yanaşmaq, hardasa günahlandırmaq istəmirəm. Ancaq Azərbaycanın bütövlüyü uğrunda çıxışlar edən, ayrı-ayrı Cənub bölgəsinin adamları bizi günahlandırmağa çalışanlara üzümü tutub deyirəm, indiyə qədər niyə susurdunuz? Hardasa separat danışıqlarla müharibəni dayandırmağa nail olan və Azərbaycanın qalan hissələrində Azərbaycan vətəndaşlarının qırılmasına tam şərait yaradan adamlar xilaskar ola bilərmi? Nə üçün Azərbaycanda ağıl, zəka, bacarıq nəzərə alınmadan yenə də ancaq yerliçilik zəminində təyinatlar geçsin? Bu yaxınlarda 9 təyinatı mən diqqətlə örgəmişəm. Onun 7'si yenə də köhnə prinsiplər üzrə qoyulur. Yəni bizim tərəfdəndir, hamısından ağıldır. Nə üçün bu prinsiplə Azərbaycanda biz yaşayaq? Azərbaycanı kim dağıdır onda? Əl-Əkrəm Hümmətov öz hərbiçi yoldaşları ilə mi? Bəli, Azərbaycan gələcək talihi artıq çox-çox Azərbaycandan uzaqlarda müəyyənləşdirilir. Çoxlarımız bunu qavraya bilmirik. Və hər nəydən obyektiv deyilən, hər cür fikirdən də uzaqlaşmaya çalışırlar.
ve onu inkar edirlər. İnkar eləmək ise bizim çok güzel tırnak arası xüsusiyyətlərimizdən biridir. Her ne inkar elə, özün de hiçbir teklif verme. Hamısın pislə, özün heç ne eləmə. Bu bizim az qala şuarımıza çevir. Her ne pisliyirik, heç neye kabul eləmirik, özümüz de bir söz demirik. Diyenleri de şiddetli tenkit ataşına tutur. Bəli, Naxçıvan Muxtar Respublikası varsa, Dağlıq Qarabağ Respublikası dünyaya elan olursa, biz heç kəs tərəfindən tanınmıyor. Ve bilavasıta Dağlıq Qarabağ Respublikasına 120 bin Ermeni cımasının güya 7 milyonluk Azerbaycan'a karşı muharebede iştirak edilmesini bütün dünya kabul edilirse, yani Azerbaycan da bu muharebede mağlup olursa, demeli Dağlıq Qarabağ Respublikası'da yaşayasın. Ve bunu bütün Azerbaycan'a mecburen kabul ettireceğiler. Türkiye özünü selam muharebede iştirak eden istendi. İştirak edenleri söylemeyle meşgul. Ve orada ben başa düşebilmirəm. Azerbaycan'da devlet özürlüğü hansı formada aparılasa, unitar formada mı? Onda necə onu kabul ediyor? İki muhtar grubu var. Federatif kurumla mı? İkisi var, onların da yaratmak olar. Hardasa insanlar toplusu bunu istiyor. Akı biz vatandaş cemiyetinden danışırız. Demokratik devlet kuruculuğundan danışırız. Deməli insanın bir nömrəli obyekt olarak her neyin ona hizmete çevrilmesini nəzərdə tutan bir devlet sistemi yaratmaktan danışırız. Eğer hakikaten de insanlar, her hansı xırda millətlər öz müqəddəratını həll eləmək istəyirlərsə, onlara manisilik törətmək ancaq və ancaq qanla nəticələnir. Eğer insanlara insan xüsusiyyəti belədir, karakteri belədir, insan nə istəyir onu verirlərsə, onda ancaq o qardaşlaşır, mülayimləşir, mərhəmət hissi daha da ondan güclənir və o qardaşına daha qayğıyla yanaşmağa çalışır. Nəysə qadağan edirsən, nəysə inkar edirsən onun üçün, o ona karşı mübarizə aparmağa çalışır. O iş uğrunda ölüm dirim dövüşüne girmeye hazır olur. O bizim hayatımızdır. Her birimiz özümüz bu meseleni ailemizde de görebiliriz. Deməli, hardasa dünyanın hansısa nöqtəsində Azərbaycanın gələcək talihi federalizm üzerinde kurulubsa, bir var bunu aşağıdan, yukarının anlamasıyla, bilavasıta sülh yoluyla, insanların tam menafei ve müqəddərası korunmak yoluyla olunsun. Bir de var ki, her ne qadağan edilsin, kimler ise mecbur edilsin ki onlar öz istek ve arzuları için mübarizə aparsınlar. Bu tehlikelidir, buna imkan vermək olmaz. Eğer Azerbaycan Respublikası'nın indiki iktidarı da hardasa kabul olunmasa, bütün 7 milyonluk halk ayağa durar, özün süngü karşısına verer. Qarabağda qələbə çala bilmir. Biz vətəndaş həmrəyliyini dağıtmaqla, özümüzün arasında düşmən toxumu səpməklə və qarşılıqlı mübarizələr aparmaqla imkan yaratdık ki, torpaqlarımız əldən geçsin. Ve bundan sonra da bunu dayandırmak, bu prosesi saklamak için qəti söz demək lazımdır. Şimdi gelin görəyin, sözü necə deyə bilərik biz? Kim ayrı-ayrı rayonları sayacaq, ayrı-ayrı fərdlərin fikrinə qulaq asacaq, heç kəs saymayacaq, heç kəs də eşitməyəcək. Çünkü müştəbihlik ayrı-ayrı bizim rəhbərlərdə elə səviyyədə bu dəqiqə yaranıb ki, hal-hazırda elə səviyyəyə qalxıb ki, onlar ayaklarının altını da görebilmirler. Ve bunun neticeleri hükmen ağır olacak. Qaldöz bölgemizin talihi hakkında. Bəli, biz 21'inde bütün səlahiyyətləri götürdüğü öz üzərimizə hərbi hakimiyyət elan elədik. Ve Talış Muğan Respublikası heç kəsin gözləmədiyi bir anda Milli Məclisin gedişatında gördük ki, xəbər gelip çatmaqla, elan eləməklə çoxların diksindirib saxladı.
Çoxların düşünmeye vadar elədik. Özümüz de düşünmeye vadar olduk. Bugün ise bu meclise yığışmışıq. Özümüzün gelecek talihini müəyyənləşdirmeye. Gelecekte mi biz, yine de mi tek tek, cüt, deste, kimlerinse kabinetlerin gezmeyle, kabinetlerine gitmeyle, kimlerdense şikayet eləməklə mi öz mənafeyimizi qurmaq istəyirik? Və yaxud öz talihimizdə özümüz iştirak eləmək istəyirik? Hansısa siyasi hakimiyyətin bir hissəsini heç olmasa, hansısa ixtiyarın bir tikəsini heç olmasa özümüz üçün alıb yaşamaq istəyirik. Bunu özümüz müəyyənləşdirməliyik bugün. Bugün bu məsələni ciddi şəkildə qoymalıyıq və onun haqqında fikirləşməliyik. 3-4 gün bundan qabaq gedən proses yəqin ki sizə azdan çoxdan nə isə dedi. Eğer Talışmıqan Respublikası elan olunmasaydı, yəqin ki bu 7 bölgenin talihi hakkında hiç kes bugün fikirləşmirdi. İndi bütün Azerbaycan az qala oturup fikirləşir. Hamısı bizim problemlerimizi bilir ve bilir ki uzun müddet, bunu çıkışında da baş nazır gösterdi ki, 15 ildən çox müddətdir ki bu bölgeye resmi belə nümayəndə heyəti gelmiyor. Biz öz talihimiz için özümüz addımımızı atmalıyız. Çoxlu problemlerimiz var. Gelin xalqı aclıqla, blokadayla, başka meselelerle qorxutmayayıq. Heç kəs bizi blokadaya almayacak. Heç kəs de bizi aclıqla sınağa çəkməyəcək. Buna heç kəsin cəsarəti olmayacak. Ayrı primitif düşünce tərziliyle meselelere yanaşanda o meselelerden biz özümüz bile çoklu güçlü problemler yaratır. Bəli, Azerbaycan yaşamalıdır. Ancak necə? Bak siz de biz de pasibliğimizle artık bu son 2 yılı imkan yaratmışız ki bizim hakkımızda özümüz yok. Kimlerse başkaları Azerbaycan'dan tamamıyla kenarda olan adamlar oturup fikirləşsinlər ve müəyyənləşdirsinlər. Hiç olmasa gelin bugün bizim için kurulmuş o siyaseti özümüz aşağıdan başlayalım. Ve onlara da diye ki biz hiç de məğlub kimi değil, tam galip kimi özümüz aşağıdan Azerbaycan'ın geleceğini enleştirme ağzına ve bacarığına maliki. Qırardan bize tesirlerin olması hiç de lazım değil. Kan dökülmesi, insanlar arasında muharebenin devam eylemesi dayandırılmalıdır. Aziz kardeşler, hemvatanlar, olabilir sizi başka meselelerden maraqlandırır. Suallar da sizin qəlbinizdə toplanır. Ben bugün size özümü tutup, sizin evladınız kimi, bu cemaatin kiçik bir zərrəsi kimi bir məsələni demək istiyorum. Gelin, ümumiyyətlə, ne bir ülkenin, ne bir merkezin, ne de ayrı adamların karşısında müti olmuyor. Köle seviyesinde olmuyor. Öz sözümüzü diyen tam beraber olduğu vatandaş olarak ve iki manada vatandaş cemiyetinin kurulmasında iştirak ediyor. Onda Azerbaycan'ı xilas ediyor. Çok sağ olun.